السلام عليكم أمنا ومامسة زينب عبد الباقي درسي كيمياء بوليتوازي ديليما بابتي أورمان بندي ديم كارتي سيما alkani alkayı. Cəlab üçün halkalı alkanlar. Halkalı alkanlarda biz birinci 10. bölümdə oxuduqlarımız nə idi? Doymuş, doymamış hidrokarbonlar. 10. bölümdə hidrokarbonlar oxuduq. Doymuş, doymamış hidrokarbonlar. Doymuş hidrokarbonlar alkanlar, halkalı alkanlar. Doymamış hidrokarbonlar alkinlər, aromatik hidrokarbonlardır. Bir də 10. bölümdən bir örnəklərdən biridir. Baxaq, halkalı alkanlar, doymuş hidrokarbonlardır. Bizə nə anladır? Karbon atomları halka şəklində dizilən alkanlardır. Yəni, indi biz bildik, halkalı alkanların birinci özəlliyi nədir? Karbon atomlarıdır, halka şəklində dizilən alkan qruplardır. Alkandır, yəni doymuş hidrokarbonlardandır. İsimləndirilmələrin önünə halka, Türkçə deyərək halka, İngilizcə deyərək cyclo, eki öndə yazılır. Nə yazsaq halka, nə də cyclo aynəndir. Halka Türkçə olan, cyclo İngilizcə olan eki öndə yazılır. Genel formülləri CnH2n'dir. Alkanların genel formülü CnH2n artı 2'dir. Bəs əgər olanda halkalı alkanlar genel formülləri CnH2n'dir. Yani 2 adet hidrojenleri alkanlardan daha azdır. Və baxın, burada nədir 2 adet hidrojenler daha az olur? Çünki biz hər düz zincirli olan alkanları halkaya çevirdiğimizde 2 hidrojen eksilir. Karbon sayısı en az 3 karbon olmalıdır. Halkalı alkanların oluşması için en az 3 karbondan başlamamız gerek. Yani birinci metanla etanın halkalısı yoktur. Nədir? Çünki 3 karbondan daha azdırlar. Gəlirik 3-cü karbon içərən propan. Propanın formülüdür CH3, CH2, CH3. Bu propandır. Etsən bəsin halkalı alkan onlar nə? İsimləndirsək bəsin, isimləndirmədə olur halkalı propan. Nə dedik? Dedik önünə halka eki eklenir. Yəni aynən propandır, bəs 2 hidrojen daha eksikdir. O vaxt bunun adı olur halkalı propan. Bir də baxsaqın propanın şəklinə üçgən şəklində verir. Yəni edə bilirik biz, əgər imtihanda da gələndə bu üçgəni bu şəkildə yazağın karbonlar yazılmadan. Bu şəkildə yazandıq edər üçgən olduğuna görə üçgən 3 karbonu vardır. Hər karbonda burada 2 bağ var, 2 hidrojen də vardır. 4 karbon içeren büyütanımız var. Büyütanın genel formülü bu şekildədir. Yapısal formülüdür. Yapısal formülün büyütanın eder neçə karbonum var? 1, 2, 3, 4. 4 karbonum var. Neçə hidrojen? 3, 5, 7, 10. Eder karbon nə qadardır? 4'dür. Hidrojenim 10'dur. Mən dedim, edəndən bəsin halkalı nə olur? 2 hidrojen daha azdır alkanlardan. İndi baxaqın burada hidrojen sayısı nə qədər olur? Burada nə vardı? Büyütanım var. Onlar halkalı büyütan. Halkalı büyütan edə birlikdə aynən dörtgen şeklinde yazaq. Dörtgen yani nə? Eder hər yanında bir karbon vardı. Dörtgen 4 karbon içerir. Hər karbonda burada 2 bağ var, 2 hidrojen de qalıbdır. Bu karbon burada 2 bağ var, 2 hidrojen de qalıb. Aynı şekilde karbon bura bir de 2 bağ, 2 hidrojen qalır. Baxaq, genel formülü olar nə burada? Halkalı alkandır bu. Halkalı büyütanın. Burada deyək karbon 4, hidrojen 10, bir normal bir büyütan. Ebe olanda halkalı büyütan. Karbon aynən 4'dür. Baxaq, hidrojen sayısı dedik 2 dənə daha eksikdir. Eder nə qədər? H 8. 2 hidrojen daha eksiktir alkanlardan. Ondan sonra pentan. Pentanın formülü CH3, CH2, 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 CH3'dir. Bu pentandır. Pentan edək halkalı pentan. Onlar nə? 2 hidrojen daha az olur. Burada baxarıq bejgen şeklindədir. Bejgen şeklindədir. Yəni bizə bejgen versə, yəni bu şekildə versə, hər ikisi aynı bəm edər nədir? Halkalı pentan.
Hekzana gələyən hekzanımız vardı. Aynı şəkildə olur halkalı hekzan. Dediyim üçün edə bilir bəmizə də qeyri şəkildə, bu şəkildə versin. Altıgen şəklində edir. Hər tarafında karbon vardır. Altıgen 6 karbon içerir. Hər birisi 2 hidrojen vardır. Altıgen. Yedigen olanda onlarına heptan. Ondan sonra oktan, nonan, dikan. Aynı şəkildə baxarıq neçə gəndən oluşur. Gələk örnəklərə baxağın soruda necə gəlir. Dediyim üçün yəni bəmizə bu şəkildə verir halkalı propan. Yəni də bəmizə üçgen, dörtgen, beşgen, altıgen, yedigen şəklində verə bilər bəmizə. Baxaq örnəklərin yazsağın. Örnəklər alındıq notlardan başlayaq. Bax, neçə növətdən sorular gəlir. Birinci. Əgər sadəcə bir dal, yəni tek bir alkil qrubu varsa, bu şəkillər istində. Bax, o vaxt necə olur? Əgər bir dal, yəni gedək bağ, bir bağ içeriyorsa, yəni dal, yəni bağ varsa, isimləndirilirkən sayılandırmaya gerek yoktur. Karbonları numaralandırmaya gerek yoktur. Çünkü hardan başlasaq, eder birincindədir. Bir örnek ala baxaq, bizə bir üçgen verib. Üçgenin üstündə bir metil grubu vardır. Metil nədir? Alkil gruplardır. Üçgen baxdıq edər nədir? 3 karbondan oluşur. 3 karbondan oluşan üçgendir. İsmi nədir? Birinci qədər isimləndirəm. İsimləndirsək baxarıq, bu nədir? Halkalı propan. Halkalı propan üçgendir. İndi baxaq, əgər 2 bağ olsaydı isimləndirərdim, numaralandırardım. Bəs burada bir bağ var üstündə. Yəni bura H1'dir. Burada qoysaydım bu metil grubun aynen biridir. Əgər isimləndirsək bəsin edə bilirik. Deyəğim birinci kərə hər zaman nə dedik? Halkalıda hər zaman bağın ismini yazarıq. Ondan sonra ismə gəlsin. Nəysə onu yazarıq. Burada nə vardı? Yazmam birinci. Çünki hara qoysam hə birinci. Yaza biləm metil halkalı propan. Metiləkə nədir? Buradakı bağdır. Halkalı propanda verdiği birləşiyin ismidir. Metil halkalı propan. Metil halkalı propan. Qeyr örnək alağım bəmizə bir altıgen şeklində veribdir. Altıgendir. Burada bir etil grubu vardı. Etil grubu bir daldır, bir bağdır. Burada da numaralandırmaya gerek yoktur. Çünki harda baxsam mən bura bir rəqəm qoyaram. Kendimiz numaralandırdığımız için burada numaralandırmaya gerek yoktur. Hardan başlasam aynen eder birinci karbondadır. İsimləndirsəm bura nədir? Edə biləm yazında bir etil. Bəs bir olduqca istəməz. Başqa sayısı yoxdur. Etil halkalı heksan. Heksan. Nədir eder? Burada da propan alkanlar grubundandır ki doymuş hidrokarbonlardır. Bu birinci nod. İkinci nod gələm, əgər 2 alkil grubu var isə, 2 alkil grubuna aynən isə, hər 2 alkil grubu aynı isə. İkinci nota gələk, əgər 2 aynı alkil grubu varsa,
Baxaq necə edir iki aynı alkil qrubu. İndi bizə bir halkalı alkan veribdi. İki aynı alkil grubu vardı içinde. Aynı nə? Yəni bura metildir, burada metildir. Hər ikisinin alkil grubu metildən oluşur. Metil, demetil. İndi bəhsini numaralandıram. Çünki baxım neçənci karbonlar istindədir. Bura əgər qoysam birinci, buradan gəlsəm 2, 3, 4, 5. Edər nə? 1-dən 5. 1, 5. Və əgər sağ tərəfçi numaralandırsam karbonları. Əgər sol tərəfçi numaralandırsam, bura olar 1, bu olar 2, bu olar 3, 4, 5 və 6-cı. Onlar nə? Birincidən 3-cü karbonda üçüncü karbonda bir bağım vardı, 2 bağım vardı ki, hər ikisi də aynı alkil qrubudur. Yəni hangisini seçərəm? Tabii ən kiçik olanı seçərəm. Çox qədilər toplağına 1-dən 3 8 edər, 1-dən 3 4 edər, 1-dən 5-də edər 6. Ən kiçik seçərəm 1 üçəkanı. Bunu seçməm. Yəni sağ tərəfçi numaralandırmam, sol tərəfdən beri numaralandırıram. Nəticə ən az olanı seçərəm. 1-dən 3. 1-dən 3 toplasaq 4 edir, 1-dən 5 toplasaq 6 edir. 4-əkan seçərəm. İndi birinci karbondan 3-cü karbonda nə vardı? 1, 3. Almışıq, hər ikisi metildir. 2 metil necə isimləndirəm? Day qoyaram bəzici. Day metil. Birinci karbon, 3-cü karbonda nə vardı? Hər ikisi metildir, onlar day. Nəticə aynı alkil qrubu içerir. Day metil. İndi baxağın halkanın adı nədir? Halkada neçə karbonum var? Halka neçə gəndir? 1, 2, 3, 4, 5, 6. Halka 6 olduğu için edər nədir? Heksan. Nə heksan? Halkalı heksan. Halkalı heksan. Gələk diğerini isimləndirsək bəmizsi. Aynən baxarıq. Burada nə vardı? Kendim numaralandan 1. Əgər sol tərəfçi getsəm, bu olur 2-ci karbon 3, 4, 5, 6. Çox qədər imtihanda bəmizə yanlış isimləndirməkdə deyər 1-ci-dən 6-cı karbondur bura. Deyər xalatdır. Nəçə? Çünki ən az numaranı, əgər 1-dən 6-nı yazsam, o birisi olur 1-dən 2. Hangisini seçerim? 1-dən 6 edər nə qədər? Edər 7. 1-dən 2 edər nə qədər? 3. Ən azı kan seçər, ən az olanı. Yəni burada edər, bura sayılandırsam, numaralandırsam, bura 1, bura 2, 3, 4, 5, 6. Edər hər ikisində aynı alkil qrubu vardı. Bu alkil qrubunun adı nədir? CH2, CH3 etildir. Etil. Alkil qrubundan etildir. Yəni edər birinci karbondan ikinci karbonda hər ikisi etil olduğu için onlar dietil. Dietil olanda baxağın verdiği bu halkanın adı nədir? 1, 2, 3, 4, 5, 6. 6 olanda edər halkalı heksan. Halkalı heksan. Bu şekilde bəsin isimləndirdik. İndi baxaq başqa örnəklər alağın. Eğer iki farklı alkil grubu varsa, üçüncü noktada eğer iki farklı alkil grubu varsa, edərəm üçüncü, bura aynıydı. Əgər farklı olsa, baxağın necəyi numaralandırırıq, necəyi isimləndiririk. Üçüncü notumuz, eğer iki bükərdiri farklı alkil grubu varsa, o vaxt biz necəyi isimləndiririk, necəyi numaralandırırıq bələrini.
Üçüncü notumuz isimlendirməkdədir. Eğer iki farklı alkil grubu varsa, indi bildik eğer iki aynı alkil grubu var, necə isimləndirik? İndi farklı. Burada nəyimiz vardı? Bura metildi. Alkildən metil, bunda etildi. Biz isimləndirmədə bir not yazdıq, dedik İngilizce alfabesinə görə isimləndiririz. Bizim nəyimiz vardı? B, büyütilimiz var. Ondan sonra I, etil, metil, ondan sonra propil. İngilizce alfabesine göre isimlendirirsek B gəlir, I, M, anan P. B alfabetikə göre, İngilizce alfabetine göre isimlendiririz. İndi burada numaralandırmağı bizimsə bırakıbdır. Çünkü biz şekli verib bir-birinin adı nədir? Verdiği formülün ismini yazınız. Burada metilim var, burada etilim var. Hangi taraftan isimləndirirəm? İngilizce alfabesine göre naqsı gəlirsə etil gəlir, ondan sonra metil. Yani etiləkə hardadır ona baxaram. Hardadır etil? Birinci karbonu bırak koyaram. İndi eğer sağ tarafta getsəm, bura 2 koysam, bura 3, onlar nə? 1-dən 3. Eğer sol taraftan getsəm, 1, 2, 3, aynədir. Edər heç farkı olmadığı için edər nədir? Aynədir, dörtgəndir. Dörtgənin adı nədir? Halkalı büyüten. İsimləndirməyə gəlsək, bax, ismi olar nə? Birini isimləndiriniz. İndi bura birinci karbonu koydum, numaralandırdım. Burada üçüncü karbon. Yazaq, bax, ismi nədir? Birinci karbonda nə vardı? Etil. Üçüncü karbonda virgül 3 metil. Dörtgəndi. Dörtgən olanda dedik, bu halkanın ismi nədir? Edər halkalı büyüten. Birincide etilim var, üçüncüde metil, halkalı büyüten. Bir etil, 3 metil, halkalı büyüten ve isimlendirdim. Diğer örnek bakaq, dedik, burada nədir? İki farklı alkil grubu varsa. Baxaq, bunun adı nədir? Etil, burada da metil. Gene bəzini numaralandırmağı bizə aiddir. Baxağın, əgər sağ tərəf getsəm, bura olur 1, 2, 3. Sol tərəfdən getsəm, bura olur 6. 1, 6-nı seçərək deyirik, yəni 1-dən 2, 1-dən 2. Birincide nə vardı? Nədir? Bura 1 koydum. Çünki İngilizce alfabesinə görə I, M-dən daha ölçütürdə gəlir. Onun üçün edər nədir? Birinci karbon etildir. Birinci karbonda nəyimiz var? Etil, virgül. İkinci karbonda metil. Baxaq, bu halkanın ismi nədir? 1 karbon, 2, 3, 4, 5, 6. 6 olanda edər nədir? Halkalı heksan. Diğer örnekimiz alağın. Baxaq, burada gene bir nə vardı? Metilim vardı. Bir daldı metil. Ondan sonra burada nəyimiz var? Propil. Propil. Halkam neçə gəldi? 1, 2, 3, 4, 5. 5 gəldi, edər nədir? Pentan. Halkalı pentandır. Əgər bəsini numaralandırırsaq, bura 1 koyaram, bəstiyən metili 1 koyaram. Metil nədir? İngilizce alfabesinə görə M daha avatır gəlir. Edər bura 1, 2, 3-cü karbon. Sağ tərəfdə gəsəydıq 1, 2, 3, bura olar 4-cü karbon. 1, 4 daha yaxındır, yəni 1, 3, mən 1, 3 seçsək. Nədir? Çünki 1, 3 toplasaq daha azdır, 1, 4-dən. İndi birincinin madem bura isimləndirməkdə numaralandırdım. Edər birinci karbonda nəyimiz var? Metil. Virgül. Üçüncü karbonda propil. Bunlar alkil grubudur, daldılar. Neçə gəldi? Dedik 5 gən. 5 gən adı olar nə? Halkalı pentan. Halkalı pentan. 1 metil, 3 propil, halkalı pentan. Bir de 3-cü notumuz idi isimləndirməkdə. İndi baxaq 4-cü notu alağın. Aynen isimləndirmək işləmindəyik. Dördüncü notda deyir, eğer 3 farklı dal varsa, dördüncü not, eğer 3 veya daha fazla
dal varsa. Sayıları koyarken en yakın olarak sayılandırırız. Sayıları koyarken en yakın olarak sayılandırırız. Baxaq, burada mənası nədir? En yakın olarak sayılandırmaq. Sayıları koyarken en yakın olarak sayılandırırız. Ama isimlendirirken yine İngilizce alfabesine göre isimlendiririz. Eğer 3 veya daha fazla dal varsa sayıları en yakın olarak sayılandırırız. İndi deyir, baxaq, en yakın olarak sayılandırmaq mənası nədir? Burada baxaram, bir karbon içində metil qrupu var. Bir də metildir, bir də metildir. Edə bildik, farklı alkil qruplarda olsun. İsimləndirməkdən, baxaq necə isim, birinci qədər numaralandırırıq bəzən. Ondan sonra isimləndirmək. Numaralandırmaq, en sonunda isimləndirmək. Bura birinci karbon qoyuram. Bura 2, 3, 4, 5, 6. Əgər tərcüsən, bura 1, 2, 3, 4, 5 olsaydı, o vaxt olardı nə? Olardı 1, 2, 5. İndi oldu 1, 2, 4. Dediyim üçün en az sayını seçərik. En az sayı. Burada birinci karbonda nə vardı? Metil var. İkinci karbonda da metil. Dördüncü karbonda da metil. Edər nədir? Aynı olduğu için 1, 2, 4. Her üçündə aynı alkil grubu olduğu için ne yazarım öcündə? Trimetil. Trimetil. Nədir? Her üçü aynı metildir. 3 metil eder trimetil. 1, 2, 4 trimetil. Baxağın halkanın ismi nədir? 1, 2, 3, 4, 5, 6. 6 karbon içerdiğinde ismi olarına halkalı heksan. Halkalı heksan. Gələk diğer örnəki isimləndirək. Burada nəmiz var? Metil grubumuz var. Bura etil. Burada da etilimiz var. İsimləndirməkdə en yakın olandan isimləndiririz. İndi biz bildik, en yakınlardan mənasını isimləndirməkdə en yakın isimləndirmə numaralandırırıq bəzən. Burada nə var? Etilim var. Bir də etil. İngilizce alfabesini iyi daha əvvəldə gəlir emlə. Bəzən numaralandırandan bura 1 qoyaram. 2, 3. Tərs gəzsəydim bura 1, 2, 3, 4 farklı olardı. Halatda sayıqa çox olduğu için seçmərik. Birincidən ikinci karbonda nəmiz var? Etildir. Eğer isimləndirəndə onlar birdən ikincidə dietil. Çünki dayak edər nədir? Aynıdır. Dietil. Virgül. Üçüncü karbonda nə vardı? 3 metil. Halkanın adı nədir? 1, 2, 3, 4, 5. 5 olanda ismi olarına halkalı pentan. Halkalı pentan. Bir də deyir, eğer 3 veya daha fazla dal varsa sayıları neylərik? Numaralandırmaqda İngilizce alfabesine göre numaralandırmaqda neylərik? Birbirlerine daha yakın olanları seçeriz. Ve 4. notumuz. Burada baxaq 5. notumuz edir nə? Eğer soruda isim verilip formül istənirsə, çox qəribəmizə ne verir? İsim verir, formül istər, yəni də formül verir, ismi istər. Çox gələn sorulardan biri formül, kimyasal formülə kənbağı veribdir, şıkkını veribdir. Ne istər bəmizdən? Formülün istər, yəni ismi istər. Eğer
Bir örnek alaq. Bu kimyasal bir birleşik ismini verip bize formülün istirir. Biz 5. nota yazdık. Eğer soruda isim verilip formül istenirse ilk önce sonuna bakarız. Sonuna yani ne baxağın halkalıdır, yani düz bir zincirden oluşur. Halkalıdır, yani düz bir zincirden oluştuğunu bize göstərir. Dedi birinci kere sonuna bakarız. Baxaq sonuna mənası nədir? Soruda verib bize 1 etil, 3 metil, halkalı pentan. Halkalı pentan. Eğer soruda isim verilip formül istenirse birinci kere sonuna bakarız. Ne baxaq sonuna bakarız? Baxağın düz bir alkan, yani halkalı alkanlardır. En sona baxanda halkalı pentan. Halkalı pentan mənası nədir? Mən burada alkan grubun bir halkadan oluşur. Yani biz burada bir halka yaparıq. Halkalı pentan beşgendir. Ben burada bir beşgen yaptım bəs. Neyden? Sonuna baxdım. Bildim düz bir alkan grubu deyəcək halkalı alkan olduğu için. Ondan sonra deyir dallarına baxağın. Burada dal harda yazar? Her zaman önde yazılır. Bura dal, yani bağ, üstündeki bağdır. Bir etil. Öz çekmə numaralandırmağı birinci kere yazarım. 1, 2, 3, 4, 5. Birincisi etilin vardı. Etilin formülü nədir? CH2, CH3. Üçüncü karbonda nəyimiz var? Metil. O da CH3'dir. Yani bu şekilde eğer bizə isməkanı versə, formülün istəsə birinci kere sonuna bakarız. Sonuna baxanda oradan görəcək, baxaq halkalıdır, yani düz alkandır. Burada madem bizə deyir halkalı pentan, bir halka yaparıq. Halkalı pentanaka 5 karbon oluşur, beşgen şeklindədir. Numaralandırmağı öz cebimizə isimləndirdik. Ondan sonra birinci karbona etil koydum, üçüncü karbonda metil. Bu şekilde bəsin formülün yazabilirik. Eğer soruda isim verilip formül istenirse. İkinci notumuz yazaq. Eğer soruda yanlış isim verilmişse, gene çok gelen sorulardan biri de yanlış isimlendirmek. Yanlış isimlendirmek bize yanlış ismi verir, diğer doğrulayınız. Eğer soruda yanlış isim verilmişse, doğru olan isim istenilirse ilk önce yanlış olan isim için formül çizip daha sonra doğru isimlendirmeyi yazarız. Baxaq necə? Çox gələn sorulardan biri de yanlış isimlendirmek. Yanlış isimlendirmek nə? Yanlış ismi verər, bizdən doğru isim istər. Bir örnek baxağın yanlış isimlendirməkdir. Burada bizə yanlış isimlendirmək deyir. Birinci etil virgül 4 metil halkalı
büyüten. Bir yanlış isimləndirməkdir. Nədir? Numaralandırmaq qalatdır. Birdən 4-ə qoyubdur bağları. Mən edə bilən buranı edim 1, bura olsun 2. Bura olanda 2 isimləndirməyim olar nə? Birincide etilim var, ikinizdə metil halkalı büyüten. Yəni doğru bəlsin numaralandırsaydı CH2, CH3. Bura olsaydı bir de ikinci karbonda bir metil grubum vardı. 3, 4. Doğru isimləndirməkdə nə edərəm? Birincide etilim var, virgül, ikinizdə metil halkalı büyüten. Doğru olan isimdir. Nə dedik? En yakın olan taraftan biz numaralandırırıq. En önemli olan numaralandırmadır. Çünkü eğer numaralandırma qalat yazsa, isməkəz də qalat yazılır. En son notumuzda yazağın, o da eğer soruda halkalı alkan ismi verilmişse, bizden molekül formülü istenirse. Yani bizə isim verip de eğer molekül formülü istenilirse, en son notumuzda molekül formül. Moleküler formül nədir? Çox almışıq. 5-inizdə də molekül formülü edir. O birleşiğin genel bir formülü var. Onu yazarıq. En son notda eğer soruda halkalı alkan ismi verilirse ve bizden moleküler formül istenilirse